Herkese bu videodaki mövzumuz 11. sınıf İngiliz dili böyük summa təqdimətləndirmə 2. Which definition is appropriate to the word eradicate? Eradicate yəni dağıtmaq, məhv etmək, kökündən silmək və A variantı bu mənada uyğundur. To promise to do something, nəysə etməyə söz vermək B variantı uyğun deyil. To bring people together again, insanları bir araya yığmaq, yenidən xeyir. To praise somebody, kimisə tərifləmək, deyil. To remove something, nəysə silmək və ya yığışdırmaq. Room sözünün sinonimi istəyir. Room, deməli, mənaları çoxdur. Boşluq deməkdir, otaq mənası var, yer açmaq və s. bir çox mənası var. Burada mümkünlük, ehtimal mənasındadır və difficulty, çətinlik, xeyir, possibility uyğun gəlir, elevation, yüksəlmə, xeyir, a principle, xeyir, deməli, existence, mövcudluq, xeyir. Deməli, listening to rock music isn't my... Rock musiqisini dinləmək mənim gözləntim mənaca uyğun deyil. Media figure deyil, xəbərlənti deyil, dedication deyil, cup of tea. Deməli, sinonim cütlüyünü istəyir. Rapid, sürətli, quick, sürətli, A variantı. Permit, icazə vermək, forbid, qadağan etmək, xeyir. Desire, arzu, stimulation, stimullaşdırma, canlandırma və s. uyğun deyil. Düzgün artikl istəyir, deməli, suya aid olan deməli, coğrafi adlarla adətən biz D artiklını işlədirik, amma lake sözü buna istisnadır. Göl adları ilə artikl işlənməz. Ona görə də C variantı. Can of you help me? Can any of you help me? Sizdən kimsə mənə kömək edə bilərmi? There are some problems with my computer. A variantı. Can anybody ola bilməz? Any of you help me? There are something problems. Deməli, bu əvəzliklərin, qeyri-müəyyən əvəzliklərinin mürəkkəb formalarından sonra isim işlətmək olmaz. Ona görə bu getdi, bu variant olmaz. Can anyone, əgər can anyone ayrı yazılsaydı, belə bitişik yazılmasaydı, yəni mürəkkəb forma olmasaydı, belə olsaydı, anyone, hər hansı biriniz deməkdir. Onda of işlədə bilərik. Amma bütöv yazılmış, mürəkkəb forma şəklində yazılmışdan biz deməli ofla işlədə bilmərik. Can some sual cümləsində deyilmişdik ki, some işlətmirik. Yenə də bu variant uyğun deyil. Okay. Deyir, düzgün söz önlərlə tamamlayın. Deməli, take advantage of nəyinsə, yəni nədənsə faydalanmaq. In the course of something, yəni bir şeyin gedişatında. Məsələn, in the course of investigation. Demək, istintaqın gedişatı zamanı da belə. At one's own pace, yəni öz deməli, yəni öz tempi ilə. Make up a sentence where one of our house goes become life days and. Deməli, burada of sözü olmalıydı, amma verməyiblər. Cümlə belə olur. Modern sport has become an important part of life those days. Deyir, həmin günlərdə, həmin vaxtlarda müasir
idman hayatın önemli bir parçasına, hissəsinə çevrilmişdi. Hansısa ola bilsin ki, deməli mətndən götürülmüş cümlədir, amma ofu qeyd etməyiblər. Düzgün zaman formasını seçmək üçün əgər cümlədə zaman zərfi varsa, çox asandır. Deməli, gələcək bitmiş zamanın zaman zərfidir. Nədən bilirik gələcək bitmiş zamandır? Burada by var. Demək ki, bu gələcək bitmiş zamandır. Ona görə də gələcək bitmiş zamanın da quruluşu necədir? Will. Sonra da bütün bitmiş zamanların quruluşunda olan have. Sonra da fe'li sifət 2. Yəni A variantı. Düzgün deyir sözləri seçin. I in the conference yesterday. Mən sözləri seçərkən düzgün zamanda da işlətmək lazımdır. Yesterday olduğuna görə decide'ı biz keçmiş sari zamanda verəcəyik. No one can predict. Gələcəkdə nə olacağını heç kəs predict eləyə bilməz. Yəni deyə bilməz. I'm sorry. Sonra isə promise qalır. Okay. She promised not to tell a lie again. Yenidən yalan danışmamağa söz verdi. Passive causative. Deməli, passive causative çevirmək üçün cümlə quruluşu belə olur uşaqlar. Have, get, object və fe'l sifət 2. İndi biz burada deməli necə eləyirik? Müftədamızı yazırıq. I. Xəbərimiz bu olacaq. Have. Everyday olduğuna görə have veririk və ya get ola bilər. Have və ya get. Sonra yazmışıq ki, obyekt. Obyekt burada budur da, yəni tamamlıq. The dishes. Və həmin bu, deməli, bizim birinci cümləmizin xəbərini digər cümlənin fe'l sifət 2 formasına çeviririk. I get the dishes washed. Qaydalı fe'l olduğuna görə i'də artırırıq. I must sweep the floor. Və yenə burada da biz deməli yazırıq fe'limizi. I must. Modal fe'li atmırıq. I must'dan sonra nə gəlməlidir? Have gəlməlidir. Və ya get. I must have. Sonra tamamlığı gətirib burada işlədirik. Tamamlıq. I'm sorry uşaqlar. Deməli tamamlıq burada. Sweep xəbərdir. The floor tamamlıqdır. I must have the floor. Sonra bu xəbəri isə üçüncü formada veririk. Yəni fe'l sifət 2 formasında. Swept. I must have the floor swept. Vəssalam. Properly. Deyir ki, cümlələri bu ifadələrlə tamamlayın. Gəlin tamamlayaq. Look like o bənzəmək, look through nəzərdən keçirmək, look forward to səbirsizliklə gözləmək, look after qayğısına qalmaq. My little sister when my mom is out. Anam evdə olmayanda bacımın qayğısına deyir mən qalıram. I look after. The twins, their mother, look like. Analarına oxşuyur. Əkizlər deyir analarına oxşuyur. I was to see my friends again. Aha. Burada tun işlədiblər.
və ona görə buradakı to-nu daha işlətməyəcəksiniz. I was davam edici zamanda işlədiblər. Looking, ona görə I was looking forward to seeing my friends again və uşaqlar fikir verin ki, look forward to-dan sonra gələn feylə ya isim gələcək, ya da feyl üstə ya ing. Yəni feylə ing artırmalıyıq. Don't forget to look through. Deyir ki, e-mailləri nəzərdən keçirməyi unutma. Düzgün modal formaların altına xərçək. You should have told the truth about what you saw, then we could help you. Gördüyün haqqında deyir, həqiqəti deməliydin. Onda biz sənə kömək edə bilərdik. Deyir, mən bu qədər kek yeməli deyildim. I shouldn't have eaten. Asan idi. With second and third conditional, if you deməli ikinci və üçüncü şərt quraq cümlələri ilə deyir tamamlayın. If you had prepared well, you would have passed the exam successfully. Yes, belə olacaq. Deyir, imtahana yaxşı hazırlaşmış olsaydım. He missed the bus if he və ikinci cümlədə də keçmişdə olan hadisədir və belə bir şey olmayıb. Xəyali olaraq deyir ki, he would have missed the bus if he had overslept. Deyir, həddən artıq çox yatsaydı, avtobusu qaçırmış olardı. Oxuyaq mətni və suallara cavab verək. The Channel Tunnel is a great technological and engineering success of the 20th century. Deməli, Channel Tunnel, yəni La Manche tuneli 20-ci əsrin böyük texnoloji və mühəndislik uğurlarından biridir. It is recognized as one of the seven wonders of the modern world. O, müasir dünyanın 7 möcüzəsindən biri kimi tanınır. For nearly 200 years before it became a reality, people had been talking about building a tunnel under the sea to link England and France. Deməli, gerçəkliyə çevrilməsindən təxminən 200 il əvvəl insanlar İngiltərə və Fransanı birləşdirəcək sualtı tunel inşa etməkdən danışırdılar. Digging started at the end of the 19th century, but the work was soon stopped because politicians were afraid that such a tunnel could be used by armies to attack England. Qazıntı işləri 19-cu əsrin sonlarında başladı, lakin işlər tezliklə dayandırıldı, çünki siyasətçilər belə bir tunelin ordular tərəfindən İngiltərəyə hücum üçün istifadə olunacağından qorxurdular. Despite all the difficulties and fears, a railway tunnel connecting the two countries was finally completed in 1994. Bütün çətinliklərə və qorxulara baxmayaraq, iki ölkəni birləşdirən dəmir yolu tuneli nəhayət 1994-cü ildə tamamlandı. Since then, thousands of people have made the journey under the English Channel, seeped
from the center of Paris to the center of London. Vaxtdan bəri minlərlə insan İngilis kanalının altından Parisin mərkəzindən Londona qədər səyahət edib. Passengers, cars, coaches are transported through the tunnel on shuttle trains. Deməli, sərnişinlər, maşınlar və avtobuslar tunel vasitəsilə sərnişin daşıyan qatarlar ilə daşınır. The crossing takes 35 minutes. Və keçid 35 dəqiqə vaxt aparır. The passage is mainly about the wonder of the modern world. Müasir dünyanın möcüzəsi, bəli. The politicians' opinions, the process of digging the tunnel, the journey under the English Channel. Bunlar var da VCD-də olanlar haqqında mətndə danışılıb, lakin bütün mətn o haqda deyil. The highlighted it refers to deməli altına xətt çəkilmiş it nəyə aiddir? Tunelə aiddir. Which word is the passage? In the passage means to take somebody or something from one place to another in a vehicle. Deməli mətndə olan hansı söz kimisə və ya nəyisə bir yerdən digər yerə daşımaq mənasını verir. Transported. Choose the antonym to the word defend. Defend sözünün antonimi attack. Hücum etmək. Və bu videoluq bu qədər. Ümid edirəm işinizə yaradı. Bəli, başqa yoxdur sual. Kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.